Yanvarın 19-da Bakının Suraxanı rayonu Yeni Suraxanı qəsəbə sakini Vətən müharibəsinin qazisi Əskər Qüdrətoğlu Hüseynov vəfat edib. Əskər Hüseynovun ölümünə səbəb virus infeksiyası olub. Məlumatda bildirilib ki, dünən iki tərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən qazi yanvarın 19-da səhər saat 10:00-da həyatını itirib. Mərhum bugün saat 15:00-da Yeni Suraxanı qəbirstanlığında torpağa tapşırılıb. 1-ci Qarabağ müharibəsi qazisi polkovnik leytenant Sakit Niftiyev vəfat edib. O, yaşadığı Cəlilabad rayonunda ürək tutmadan dünyasına dəyişib. Mərhum ötən gün rayonun Kazımabad kəndində dəfn edilib. Qeyd edək ki, 1-ci Qarabağ müharibəsinin qazisi olan Sakit Niftiyev müharibədən sonraki illərdə də orduda xidmətinə davam edib və daha sonra ehtiyata buraxılıb.